Mercedes deməli 204 Kuza 1.8 turbo Amerikanka. Avtomobil yanımıza yaxınlaşdı. Deməli bu avtomobildə nədir? Avtomobildə yanacaq yağa qarışır. Bir neçə problemlər olur buna görə, bir neçə səbəblər olur ki, yanacaq yağa qarışma məsələsi. Bu avtomobildə biz deməli tapdıq, müəyyən elədik ki, termostat. Bu gördüyünüz avtomobilin termostatını da söymüşük. Avtomobildə sürdüyünüz zaman avtomobil yerində qızır 90 dərəcəyə, sürdüyünüz zaman isə başlayır 90 dərəcə aşağı düşmə temperatur, düşür 20-yə, 30-a, 40-a, oynayır temperatur. Termostatda problem olanda verir yanacağı karterə və belə olduğu zaman isə yanacağın səviyyəsi yağla bir yerdə qalxır yuxarı. Avtomobilə gedir 5 litr yarım, bu avtomobildə çıxır 6 litr, 6 litr yarım. Yanacaq normalda çox çıxır, bu isə mühərrikə çox ziyandır. İndi bu avtomobildə biz gördüyünüz kimi termostatı söymüşük, termostatı dəyişəcək yenisi ilə və inşallah da müştəri təhvil verəcək.